Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, müəllimlər, necəsiz? Ümid edirəm yaxşısınız, hər şey qaydasındadır. Bu gün sizlərlə bir yerdə Azərbaycan dilindən sual-cavab rubrikasının ikinci bölməsinə keçid edirik. Bu gün əvvəlkindən fərqli olaraq qarışıq suallar deyil, sırf normalar üzərində biz işləyəcəyik. Normalara aid seçdiyim sinif testlərindən 10-11-ci sinif, bir də ötən ilin imtahan, xüsusən blok imtahanı suallarından bəzi sualları biz ekrana gətirib onları müzakirə edəcəyik. Mənlə işləməzdən əvvəl PDF-i əldə edib evdə özünüz işləmək istəyirsinizsə, Telegram kanalımıza abunə ola bilərsiniz. Telegramda biz ödənişsiz şəkildə PDF-i paylaşırıq. Bizim ödənişsiz WhatsApp kanalımız da var. Amma orada təəssüf ki, paylaşmaq olmur. Yəni PDF paylaşma funksiyası hələ ki gəlməyibdir. Bunda nəzərə almanızı xahiş edirəm. O da gəlsə, əlbəttə ki, mən sizə əziyyətə salmaz. Məsələ WhatsApp-dan paylaşaram. WhatsApp kanallarında daha aktivəm. Siz də bizi aşağıda şərhdə yerləşdirilmiş linklərdən daxil olub izləyə bilərsiniz. İzahı keçməzdən əvvəl bir nüansı qeyd etmək istəyirəm. Bir balaca nasazam, göründüyü kimi biraz ölüvay. Bunun müxtəlif səbəbləri var. Əgər hər hansı bir yerdə diqqətsizlik etsəm, yaxud dilim sürüşsə, lağ eləməyin, getdik. Deməli, yoldaşlar, sual-cavabımıza keçməzdən öncə sual-cavabımıza keçə bilmirik, çünki ekranı işlədə bilmirəm. Niyə? Pardon. Aha, davam edə bilərik. Bu arada bugün yaz marafonunda ilk dərsdir. 056-166-81-80. Bugün artıq son gün özəl yazıla bilərsiniz. Təbii ki, başlanğıcda asan suallar seçmişəm yoldaşlar. Bir daha deyirəm, bunlar demək sinif testi üçün nəzərdə tutulub. Yəni başlanğıc suallar bir balaca bizi məşq etdirir bir növ. Deməli, deyir ki, ədəbi dil adlanır. Ədəbi dil dedikdə bizim, baxın, çox insanda belə təəssürat yaranır ki, insanların küçədə danışdığı dil də buna daxildir. Xeyr. Ədəbi dil mükəmməl olmalıdır. Və mükəmməllik üçün də bizə nə lazımdır, yoldaşlar? Bütün qaydalara tabe olmaq. Fonetik, leksik, qrammatik normalara tabe olan dil nə adlanır? Ədəbi dil adlanır. Yəni, bir dilin ədəbi dil olduğunu bununla biz ölçürük. İndi testimizin daha növbəti hissələrinə keçməzdən öncə bir aydınlaşdıraq. Biz fonetik dedikdə, leksik və ya qrammatik dedikdə nəyi nəzərdə tutmalıyıq? Yəni, məsələn, bir sözdə fonetik normanın pozulduğunu, leksik yaxud qrammatik normanın pozulduğunu hardan bilə bilərəm? Bunun üçün bizim etməli olduğumuz şey sadəcə sabit bir qaydanı bilmək, bir balaca da buna aid testləri işləməkdir. Nəzərinizə çatdırım ki, kanalımızda mövzu izahı var. Yəni ki, mövzudan nəsə çətinliyiniz ola bilməz. Üslubiyyat və ya normalar Validə Vəliyeva yazsa çıxacaq kanalda. Deməli, yoldaşlar, bunu yadda saxlayın. Fonetik norma dedikdə bizim üçün nəzərdə tutulan yazılışda və ya tələffüzdə edilən səhvlərdir. Bu səhvlər əsasən səsi səhv tələffüz etməklə, yaxud da deyək ki, sözü səhv yazmaqla irəli gəlir. Bir də əlavə olaraq gözdən qaçan bir məqam durğu işarələri ilə bağlı səhvlərdir. Durğu işarələri əlavə olaraq da, məsələn, defis kimi əlavə işarələr də var ki, defis, məsələn, durğu işarələri sisteminə daxil olmasa da, onu da biz ayrıca dəyərləndirə bilərik ki, o da yerində düz işlənməlidir. Məsələn, bu işarə harada işə yarayır? Mürəkkəb sözlərin aralarında, sözləri hecadan hecaya, sətirdən sətrə böldükdə bizim işimizə yarayır. Yəni, əslində, olduqca çox funksiyası var. Biz gələn dərsimizdə bu barədə də danışa bilərik istəsəniz. Deməli, fonetik normanın pozulması nə ilə bağlıdır? Yazılış və ya deyilişlə, yazılış və ya tələffüzlə bağlı əlavə olaraq durğu işarələri və defisi də yadda saxlayın. İkinci, leksik normanın tələbidir. Leksik norma deyir ki, sözü yerində düzgün işlət. Bu nə deməkdir? Məsələn, sən durub deyə bilməzsən ki, təyyarə yerə qondu. Bununla bağlı maraqlı gülməli test var idi. Deyir, təyyarə yerə endi deyirsən də əsasən, düzdürmü? O bu şəkildə aşağı doğru enir. Sən durub desən quş kimi təyyarə yerə qondu, bu biraz yerində işlənməyəcək. İndi
baxır bəzi nümunələrə. Məsələn, şagirdlərin elədiyi ən böyük səhv bilirsiniz nədir? Məcazi mənalı sözlərlə və ya deyək ki, frazeoloji birləşmələrlə, hər hansı bədii təsvir vasitələri ilə bunu səhv salmaqdır. Yəni, məsələn, şagird bir yerdə məcazilik görürsə, bədii təsvir vasitəsi görürsə, yaxud frazeoloji birləşmə görürsə, elə bilir ki, orada leksik norma pozulub, lakin yoldaşlar belə bir məqam yoxdur. Leksik norma sadəcə olaraq cümlədə o situasiya daxilində düzgün işlənməni təmin edir. Əlavə olaraq şagirdlərdə belə bir hal yaşana bilər. Məsələn, sən deyirsən ki, kiçik dəftərçə. Üzr istəyirəm. Baxın, ç leksik şəkilçi olaraq kiçiltmə mənalı sözlər yaradır. Biri var dəftər, yəni bir belə ölçü, biri var dəftərçə, balaca ölçü. Əvvəlinə kiçik sözünü artırmağın mənası yoxdur. Onsuz da bu ç leksik şəkilçisi burada balacalığı, yəni normadan kiçik olmasını təmin edibdir. Sən bunu artırmaqla nə etdin? Normanı pozdun. Əlavə olaraq, məsələn, o gün qabağıma belə bir video çıxdı. Deyir ki, həmin şəxs bu yemək dadlı və ləzzətlidir. Dadlı, ləzzətli ikisi də eyni mənaya gəlirsə, onu bir cümlə daxilində işlətmək çox da tövsiyə olunan deyil, yoldaşlar. Bunu da nəzərə alasınız. Demək, biz öyrəndik sabit qaydamızı. Normalda mən bilirsiniz ki, bütün variantları A-dan E-yə izah edirəm, ancaq indi etməyəcəm, çünki həqiqətən ehtiyac yoxdur belə bir sualda. Bunu əzbər yadda saxlamalısınız. Növbəti sualımız deyir ki, hansı nümunələrdə leksik norma pozulub? Gəlin baxaq, leksik normanın tələbi nə idi? Onu da yenə xatırladacağım. Deyir ki, sərnişin təyyarəsi hava limanına qondu. Baxın, görürsünüz. İndi deyə bilməzsiniz, müəllim, bu adi bir məqamdır. Yəni, sən burada düzgün versiyada eniş etdi və ya endi desən daha düzgün olacaq. Yəni, adi bir məqam dediyimdə, yəni məcazilikdən söhbət getmir. Çünki bu cümlənin quruluşuna baxanda bəlli olur ki, bu bədii üsluba uyğun bir nümunə deyil ümumiyyətlə. Deməli, burada səhvdir. Nərminin nənəsi onun saçlarını toxudu yerinə düzgün variant nə olacaq? Bunları əlavə özüm yazmışam. Hördü. Toxumaq, yəni bu saça aid bir xüsusiyyət deyil. Siz bu məsələdə arxain ola bilərsiniz. Burada hər hansı problem yoxdur. Quşlar bu ağacdan o biri ağaca tullandılar. Baxın, burada da bunu səhv götürüblər. Bəzi şagirdlər deyə bilər ki, ay müəllim, biz görürük də indi bəzi quşlar həqiqətən tullana gedirlər, əgər yerdədirlərsə və yaxud bir şeyin üstündədirlərsə. Ancaq nəzərə alın ki, bu budaqdan budağa olsaydı daha mənalı olardı. Bunlar meymun deyil ki, ağacdan ağaca böyük bir məsafəni tullansınlar, düzdürmü? Yəni, oradan ora ancaq uça bilər. Budaqdan budağa olsa, deyək ki, bu iki yanaşı budaqdır, buradan gəlir, bura düşür də balaca. Və nəticə etibarilə quşlar bu ağacdan o biri ağacı tullandılar, yox, qondular. Daha doğrusu qondu desək, əslində qondular da deyə bilərik. Norma bunun hər ikisini tənzimləyir. Bu arada biraz sonra qrammatik norma barədə danışanda bu lallər məsələsi, mübtədanın xəbərin cəmdə təkdə olma məsələsindən də geniş danışacaq. Dostlarının gözü onu götürmürdü. Baxın, şagird deyir ki, müəllim, gözü onu götürmək frazeoloji birləşmədir və nəticədə bunu da doğru cavab kimi dəyərləndirir ki, bəs burada da leksik norma pozulub. Lakin yoldaşlar, bir daha deyirəm, frazeoloji birləşmə norma pozuntusu sayılmır. Bunu bir mənalı yadda saxlayaq. Bəzi şagirdlərimiz var ki, məsələn, onlar çox frazemlə tanış deyirlər. Mən indi müşahidə edirəm ki, frazemi elələri olur ki, həqiqətən o insanlara çox təəccüblü gəlir. Bu təəccübün qarşısını almaq üçün də biz də özümüz öyrəndikcə sizlərlə də bölüşürük, yoldaşlar, bunu da biləsiniz. Nümunələrin birində yenə də deyir, leksik norma bu dəfə amma pozulmayıb. Deyir ki, quyunun dibindən sınıq səslər gəlirdi. Səs əgər rabitəsizdirsə, kəsik və ya qırıq sözü lüğətə əsasən daha münasib olar. Sınıq sözü burada yerində deyil. Deməli, burada pozulubdur. Maşını biraz da irəli yeridib saxladı deyir yoldaşlar. Maşını biraz da irəli sürüb saxladı desəydi daha düzgün olardı. Maşını yeritmək bu ən azından bir motosikl deyil ki, sən qoluna vurub aparasan.
Əlindəki rəsmin son cizgilərini yazıb şəkli bizə tərəf çevirdi. Əgər bir insan rəsm çəkirsə, burada yazmaq feili düzgün olarmı? Cizgidən hələ ki danışırsansa. Çəkib ifadəsi daha yerində olacaq. Deməli, burada da pozuntu var. Daha sonra deyir ki, o çoxdan arzuladığı dostunu tapmışdı. Deməli, burada hər hansı bir pozuntu yoxdur. Doğru cavab D variantı. Hər tərəfə gül çiçəyin ətri tökülürdü. Tökülmək adətən maye ilə bağlı işlədir. Məsələn, stəkandır, boşaldırsan aşağı nə olur? Aləmə dəyir, dağılır, tökülür, düzdürmü? Və yaxud da nəsə qələmdir, qələmləri vurub aşırdırsan hamısı yerə tökülür. Yəni, burada da tökülmək feili yerinə yayılmaq feilini işlətsəydik daha düzgün olardı. Bu da belə. Növbəti sualımızda deyir ki, hansı cümlədə leksik norma pozulmuşdu? Ən çox əziyyət çəkdikləri şagirdlərin leksik normadır. Ona görə çox yer verməyə çalışdım. Ümid edirəm, məmnun qalarsınız. Deyir ki, balaca körpə güllü beşikdə yuxuya getmişdi. Baxın, gəlin körpə anlayışını biz adlandıraq. Körpənin balacası böyüyü olmur əsasən. Balaca böyük ola bilər uşaq, düzdürmü? Uşağın müxtəlif yaş qrupları var. Burada deyə bilərik ki, məsələn, körpə uşaq, nisbətən böyük desən, böyük uşaq. Deyirsən, o böyük uşaqdır, ona nə olub ki? Özü öz işini görər, düzdürmü? Yəni, uşağın nisbətən müəyyən yaş qrupları var. Lap kiçikdən böyük versiyaya qədər, indi gənc olan zamana qədər sən ona uşaq deyirsən də, düzdürmü? Yeni yetməliyə qədər daha dəqiq. Və nəticə itibarilə körpə sözünün əvvəlində balaca sözünün işlənməsi nə dərəcədə düzgün olar yoldaşlar? Onsuz körpə balacadır da, yox? Yəni, uşağın minimal həddi necə deyərlər körpədir. Ona görə A variantında elə pozulub. Yayın isti günlərindən biri idi. Hər hansı bir pozuntu müşahidə etmirəm. 3 gündən sonra yola düşəsi olduq. Yola düşmək, yenə bilirsiniz, frazeoloji birləşmədə hər hansı bir pozuntu yoxdur. Deyir, lampanın zəif işığı döşəməyə düşdü. Məsələn, burada düşünə bilərsiniz ki, düşmək feili hər hansı bir məfhumun, məsələn, qələm oldu, yerə düşdü, yəni konkret olaraq. Xeyr, bu ifadədə, məsələn, gün işığı yerə düşürdü, insanların üzünü aydınladırdı və yaxud da lampanın işığı yerə düşür. Belə ifadələr işlənə bilər. Evin arxasında dəyirmi bir hovuz da var idi. Yəni, hovuzun ölçüsü indi cəmaət puluna minnət, ürək şəklində də hovuzdan düzəldə bilər. Sizə qismət bir hovuzlu ev, elə mənə də həmçinin. Yəni, dəyirmi bir hovuz olmağı heç də, deyək ki, qəribə deyil. Yəni, hovuz konkret elə kvadrat ya düz bucaqlı formasında olmalı deyil ki. Hərənin bir zövqü var. Qrammatik normanın pozulduğu nümunələri seçin. Deməli, yoldaşlar, bu barədə danışarkən mən istəyirəm bir məsələ haqqında da sizlə bir mövzunu aydınlaşdırım. Deməli, uzlaşma tələbi deyilən bir şey var. Uzlaşma tələbi, yəni mübtəda xəbər arasında tələb. Bir də norma tələbi var ki, bu ikisini bir balaca fərqləndirmək lazımdır. Çünki bəzi məqamda bunlar özü üst-üstə düşmür. Uzlaşma deyir ki, gəlin birinci uzlaşmadan danışaq. Burada bir boş yer mən tapım, buradan danışım. Aha. Deməli, uşaqlar, uzlaşma deyir ki, əgər mübtəda, baxın, mübtədanın varlığının nə olmağından asılı olmayaraq, canlı, cansız, insan, heyvan, yəni daş, fərqi yoxdur. Mübtəda əgər cəmdədirsə, xəbər də mütləq cəmdə olmalıdır. Əgər mübtədamız təkdədirsə, xəbər də təkdə olmalıdır. Bunu nə deyir? Bax, bunu uzlaşma deyir. Uzlaşma bunu deyəndə onun cinsinə baxmır. Yəni, maraqlı deyil ki, burada mübtəda insandır, heyvandır. Elə bu qaydanı ümumi biz keçirik. Düzdürmü? Bu uzlaşmanın tələbidir. Amma normanın tələbi başqadır. Normada işlər dəyişir. Yəni, burada bir balaca üst-üstə düşməyən məqamlar özünü göstərə bilər. Belə ki, uşaqlar, daha dərinə gedib normaları öyrəndikdə şagird artıq bir vəziyyətin fərqinə varmış olur. Qrammatik normada belə bir anlayış var. Əgər bizim mübtədamız insandırsa, insanlar haqqında danışırsansa, uzlaşma kimi mübtəda əgər cəmdədirsə, xəbər də yenə cəmdə olmalıdır. Mübtəda təkdədirsə, yenə xəbər də təkdə olmalıdır. Yəni, cəm, tək. Yaxşımı? Biraz işarəni səhv qoyduq, amma olsun.
Deməli, xəbərdə təkdə olmalıdır. Məsələn, deyirsən ki, fəhlə işlədi. Gördüyünüz kimi tək-tək mübtəda xəbər. Fəhlələr işlədilər. Cəm-cəm mübtəda xəbər. Uzlaşma bunu qəbul elədi. Heyvan anlayışına gəldikdə ikili bir məqam yaranır. Ona görə bayaq quşlarla bağlı misalda az qala özümdə çaşacaqdım. Diqqətsizlik edəcəkdim, daha doğrusu. Heyvanlarla bağlı olan məsələdə isə vəziyyət dəyişkəndir. Mübtəda əgər təkdədirsə, xəbər onsuz da təkdə olmalıdır. Amma yox, mübtəda cəmdədirsə, görünür də yəqin ekranda hər şey. Mübtəda cəmdədirsə, xəbər təkdə də ola bilər və ya cəmdə də ola bilər. Məsələn, qoyun, bunu eləyək məsələn, quzu mələdir. Düzdürmü? Hazırda nədir? Təkdir. Amma əgər mən desəm quzular, bu zaman, gəlin indi bunu mələşdirər eləyək ki, daha məntiq uyğun olsun da. Mələşdi də deyə bilərsən, mələşdilər də deyə bilərsən. Yəni, bu da düzdür, bu da düzdür. Quzular mələdi də deyə bilirsən, mələşdilər də deyə bilirsən. Buna diqqət. Gəldik son olaraq cansız varlıqlarla bağlı danışmağa normaya əsasən. Cansız varlıqlarda isə vəziyyət dəyişir. Cansız varlıqlarda mübtəda cəmdə də olsa, təkdə də olsa, xəbər mütləq təkdə olmalıdır. Məsələn, şələr sındı və ya şə sındı. Fikir verin. Mübtədamız təkdədir, xəbərimiz təkdədir. Mübtədamız cəmdədir, xəbərimiz yenə təkdədir. Gördünüzmü? Buna deyirlər ki, uzlaşmanın pozulub, normanın pozulmadığı nümunə. Yəni, bir növ norma burada onu üstələyir. İndi biz də bu qaydaya əsasən yanaşmalıyıq. Yəni, bu bir düstur kimi bir şeydir. Əslində çox sadə və məntiqə uyğundur. Belə deyəndə uzun-uzadı biraz qarışıq gəlir. Mən tövsiyə edirəm ki, mütləq şəkildə siz onu yazasınız, bir qeyd, balaca qeyd dəftərinizə və ya yapışqanlı olur qeydlər. Yapışdırasınız bir yerə və salam. Bununla da texnologiya inkişaf edir. Əlimi belə edirəm, silinir. Necə ki, məktəbdə ərinir deyə biz yastıqca ilə silməyə, balaca yastıqca ilə. Demək, təhlilimizə başlayaq. 2 nəfər mütləq ora getməlidirlər. Getməlidir. Kim? 2 nəfər. Baxın, fikir verin. Təklədir. Amma bunu götürüb nə verib? Cəmdə verib. Olar? Xeyr. İnsan anlayışı bildirəndə cəm-cəm tək-tək olmalıydı. Deməli, birdə pozulub. Qanım lap qaraldı eşitdiklərimdən. Biz qrammatik norma barədə bayaq danışmağı deyəsən unutduq. Qrammatik normanın pozulması bir bu halda olur. Bir də söz sırası pozulduqda. Söz sırası deyir ki, cümlədə mübtəda varsa birinci o, sonra tamamlıq varsa o, sonra zərflik varsa, zərf yox, zərflik o, ən sonda da xəbər gəlir. Əsasən biz görürük ki, xəbər və mübtədanın yerinə əsasən bunu təyin edirlər. Yəni, bəzi hallarda biz görürük ki, tamamlıq və zərfliyin yerinə çox da diqqət edilmir. Yəni, burada inversiya hadisəsinə biz icazə verməməliyik. Bu cümlənin düzgün quruluşu necə olmalıydı? Eşitdiklərimdən qanım lap qaraldı, bax. Görürsənmi? Qanı qaralmaq frazeoloji birləşmədə bütövlükdə xəbər gedir. Görürsünüz, harada gəlib? Görürsünüz, xəbər əvvəldə gəlməlidirmi? Xeyr, xəbər harada gəlməlidir? Sonda. İnversiya var, burada da pozuntu olubdur. Dəyərli kitabları oxumaq lazımdır. Burada hər hansı bir pozuntu yoxdur. İçəri keçənləri bir-bir yoxlayırdılar. Burada da bir pozuntu görmürəm. Bu cümlənin ümumiyyətlə mübtədası yoxdur ki, durum xəbər üzərində müzakirə aparım. Qonaqların bəzisi ona qulaq asmırdılar. Baxın, 5-ci nümunəyə diqqət, çünki biz bunu dəfələrlə görəcəyik. Bənzər tip demək olar, hər il imtahanda istifadə olunur.
Əvvəla qulaq asmaq frazeoloji birləşmədir bütövlükdə xəbər. Qulaq asmırdılar. Kimə? Ona. Kim qulaq asmırdı? Bu arada deyək ki, onu necə sirirlər? Bir də ora get, bura get. Öyrənəcəm dilin. Deməli, kimə tamamlıqdır? Kim qulaq asmır? Qonaqların bəzisi. Şagird deyir ki, müəllim, insan anlayışıdır. Deyir, burada cəmdədir, burada cəmdədir. Amma bura cəmdə olur, razıyam. Burada problem yoxdur. Amma burada diqqət etmir ki, bizim mübtədamız söz birləşməsi ilə ifadə olunub və söz birləşmələrində əsas məsuliyyəti daşıyan tərəf ikinci, yəni əsas tərəf olur. Sən ora baxıb təyin etməlisən ki, bu birləşmə cəmdədir ya təkdə. Burada ları görüb bunu cəmdə olan mübtəda kimi düşünə bilməzsən. Çünki bəzisi sözünə baxırsan ki, bu nədir? Təkdədir əslində. Deməli, bu nədir? Bu həqiqətən də təkdədir, amma o cəmdədir deyə burada da yanlışlıq var. Qonaqların bəziləri qulaq asmırdılar desəydi, daha düzgün versiya olardı. Demək, növbəti sualımızla davam edək. Deyir ki, uyğunluğu müəyyən edin, leksik norma pozulub, fonetik və qrammatik norma pozulub. Əzəldən olmayan naxələf evlad. Əvvəla, evlad sözünün düzgün yazılışı ö iləndir. Övlad şəklindədir. Bənzər nümunəni görür. Məsələn, əkiz yazırlar, amma baxırsan düzgün versiya nədir? Əkizdir. Belə sözlərə diqqət edin. Yaxşı, olmaya kim? Övlad. Gördüyünüz kimi mübtəda hardadır ən sonda? Mübtədanın yeri bəyəm oradır? Yox. Deməli, qrammatik norma. Söz sırası pozulub, eyni zamanda bir söz səhv yazılıb. Bu getdi bura. Mən üzmərəm mərd əlindən əlimi. Bax, əlimi üzmərəm. Normal versiya budur. Xəbər gör hara gəlib. Görsənmi? Gördün? Olmaz. Eləcə də burada şəkilçi səhv yazılıb. Baxın, biri var şəkilçi düzgün yerində işlənməyən. O gedir qrammatik normaya. Biri də var ki, şəkilçi ümumiyyətlə səhv yazılır. Bunlara diqqət edin, dostlar. Əlindən fonetik, buna görə də qrammatik, deməli B-ni də bura yazıram. Xanım məktubu yazıb qulluqçuya təqdim etdi. Deməli, təqdim sözünün uşaqlar, biz mənasına nəzər yetirdikdə görürük ki, o özündən vəzifəcə, titulca böyük bir adama nə isə vermək mənasındadır. Səndən vəzifəcə əsasən böyük olur. Yəni, təqdim sözünün lüğəvi mənasına baxsanız görə bilərsiniz. Amma burada görün nə yazıb? Detala baxın. Deyir ki, xanım qulluqçuya normalda verdi olmalıdır. Çünki xanım qulluqçudan istər-istəməz böyükdür axı. Status baxımından. Ona görə də təqdim etdi ifadəsi yerində düzgün işlədilməyib, orada leksik norma pozulub, ağ-bəyaz buludlar gözünü tutmuşdu. Bayaq dedim sizə, dadlı və ləzzətli. Bax, o da o mövzudur. Ağ və bəyaz eyni şeydir də. Niyə yanaşı işlədirsən ki, nə gərək var? Fərhad əvvəlcə qarının sözünə inanmadı. Burada hər hansı bir norma pozuntusu yoxdur. Ona görə də biz bunu da nə etməliyik? Bilən varsa Allah üçün, onu oradan necə gətirim mən? Bir yazar mənə. Mən yesir qaldım bunun əlində. Hansı birləşmədə qrammatik norma pozulub? Bu da çox sadə sual olsa da önəmli məqamları xatırladacağıq, dostlar. Deməli, bilin ki, bu şəkilçinin yerində düzgün işlədilməməsi də qrammatik norma pozuntusuna gətirib çıxarır. Larca, baxın, larca, bir də larla, lərlə tipli şəkilçilərdən sonra gələn isim cəmdə də ola bilər, təkdə də ola bilər. Yəni, insanda düzdür. İnsanlarda isə o da düzdür. Problem yoxdur. Bir neçə sözündən sonra gələn mütləq təkdə olmalıdır. Problem yoxdur. Bir çox, bir də əlavə olaraq bir sıradan sonra. Bax, bir çox, bir sıra. Bundan sonra gələn isim mütləq cəmdə olmalıdır, düzdür. Birinci, sıra saylarından sonra gələn isimlər təkdə də ola bilər, cəmdə də ola bilər, sinifdə deyə bilərsən, siniflərdə. Amma xeyli sözündən sonra uşaq sözü cəmdə işlənməməlidir, bu səhv olacaq. Daha sonra keçək digər hissəyə. Deməli, uyğunluğu müəyyən edin. Gəlin, baxaq. Bizə deyir ki, sözü düzgün tələffüz etməyi tələb edir. Orfoqrafik və orfoepik normanı ayrıca görəndə təəccüblənməyin ki, bəs müəllim, bu ayrıca mövcuddurmu? Bu fonetik normanın tərkibində öyrənilir. Fonetik norma bu tələffüzlə bağlı, bu da yazılışla bağlı olaraq iki hissəyə ayrılır.
Deməli, əgər söz tələffüzü ilə bağlıdırsa, orfoepik norma əsasında tənzimlənir. Sözləri yerində düzgün istifadə etməkdən danışırsa, təbii ki, leksik norma olacaq. Sözlərin düzgün əlaqələndirilməsini tələb edirsə, qrammatik normanın tələbi olacaq. Baxın, bu əlaqələndirməni deyəndə çox adam biraz dəqiq başa düşmür bunu. Gəlin buna bir nümunə verək. Məsələn, deyirəm ki, mən şagirdə 3 dənə söz verirəm. Mən sabah məktəb və getmək nümunələri. Mən şagirdə bu 4 dənə sözü, əsas nitq hissəsi olan bu sözləri verdikdə, şagirdin işi nədir yoldaşlar? Bundan bir cümlə yaratmaq. Və deməlidir ki, məsələn, mən sabah, indi sabah sözü olmasa da olarmış, çox əhəmiyyəti yoxdur, məktəbə gedərəm və ya gedəcəyəm. İndi sabahdan danışırıq da. Və ya sonra da deyə bilərsən, əhəmiyyəti yoxdur. Lap sabah sözünü işlətməyəndə zaman baxımından nisbətən daha müstəqilsən. Mən məktəbə gedərəm, gedəcəyəm, getdim, getmişdim, gedirəm və s. Fikir ver. Deməli, burada cümlələrin formalaşması üçün əlaqələnmə vasitəsi, yəni şəkilçi, xüsusən də qrammatik şəkilçidən biz istifadə etdik ki, o da nəyə əsasən müəyyən olunur dostlar? Təbii ki, qrammatik normaya əsasən müəyyən olunur. Hansı norma pozulub? Belə bir şeir nümunəsi bu qədim testlərdən çıxardığım bir nümunədir. Çoxdanın blok sualıdır. Bağçadan bar almışam, solmuşam, saralmışam, taxsır öz taxsırımdır, vəfasız yar almışam. Statusuna qoyursan. Bu aralar imtahan ərəfəsi belə şeylərə girişməyin. Düzgün yazılış nədir? Təqsir. Təqsir. Tələffüzdə də q olur, onu da yadda saxla. Nə deməkdir mənası? Günah. Deməli, deyir ki, günah öz günahımdır. Mən deyir, vəfasız deyir, yar almışam. Anam baxacaq bu videoya, səhv başa düşmə, yaxşı? Deməli, burada təqsir sözü. Deməli, öyrəndik ki, burada işlənən təqsir sözündə qüsur var və biz onu aradan qaldırdıq. Hansı səhv olduğunu da izah etdik. Keçək növbəti hissəyə. Fonetik normanın pozulduğu cümlələri müəyyən edin. Bədii əsər hisslərin, duyğuların təsiri ilə yaranır. Yoldaşlar, hiss sözü iki versiyada mövcuddur. Biri qoşası ilə yazılan versiyası, biri də var bir sı ilə yazılan. Bir sı ilə yazılan hiss tüstü duman mənasındadır. Məsələn, ocağın yanında durursan üst başın hiss olur. Bir də qoşa sı ilə yazılan duyğu mənasındadır. Qoşa sı ilə yazılanda İki versiyada mövcud olduğuna görə o qoşa samitlə bağlı, sonda qoşa samitin gəlməsi ilə bağlı qayda burada o qədər də keçərli olmur. Və nəticədə sən bura cəm şəkilçisi artırdıqda gərək sığların ikisini də saxlayasan. Amma fikir verin, burada görürsünüzmü? Saxlamayıblar. Deməli, burada pozuntu var. Ədəbiyyatın vəzifəsi həm də insanları tərbiyə etməkdir. Çox adam bax bu epizodda bir vergül qoymağa çalışa bilər. Ancaq baxdıqda siz müşahidə edəcəksiniz ki, orada vergülün olması üçün əslində ciddi əsas yoxdur. Çünki sadalanan bağlayıcılar əgər cümlədə işlənibsə, həmişə İkisi də olmalı və ikincisindən bir öncə. Yəni, əgər desəydi ki, ədəbiyyatın vəzifəsi həm tərbiyə etmək, vergül, həm də insanları öyrətməkdir, o zaman bu cümlə daha effektiv olardı ki, sən orada vergüldən istifadə edəsən. Əks halda bunun bir, necə deyərlər, mənası yoxdur. Deyir, keçmişdə hökümdarlar farsça yazanlara üstünlük verirdilər. Yoldaşlar, hökümdar sözündə baxın, ü-nün biri artıqdır. Yazılışda bu olmamalıdır. Bu tip sözlərə diqqət edin.
hökmdar şəklində yazılır. Ədəbiyyatımızın da taleyi keşməkeşli olub. Taley sözü düz yazılıb. Çox adam bunu belə versiyada yazır. Hətta belə bir adam adı da, kişi cinsi nümayəndəsinin adı da mövcuddur. Taleh olmaz əslində. Yəni ən azından isim olaraq taleh versiyası bizdə var. Zaman keçdikcə ədəbiyyat məzmun və formaca dəyişir. Burada da hər hansı bir pozuntu mən görmədim. 1-3 sadəcə götürəcəyim variant olardı. Uyğunluğu müəyyən edin deyir. Yenə də variant verib və biz sıralamalıyıq. Fonetik və qrammatik norma. Leksiki istəmir, yenə də baxaq. Deyir, yarım saatdan sonra qonaqlar başladılar dağılışmağa. Baxın, dağılışmağa başladılar. Düzdürmü? Dağılışmağa başladılar. Kim qonaqlar? Fikir verin. Görürsünüzmü? Xəbərin istifadə formasına baxın. Burada belə olmalıdır da, bu dağılmağa başladılar. Amma dağılmağa sözü görürsünüz harada gəlib. Deməli, söz sırası pozulub, bu bura getməlidir. Bir də bu dağılmaq ifadəsi bəzi hallarda insanlar haqqında da istifadə olunur. Məsələn, dağılışın deyirəmsə, uşaqlar artıq dağılışırlar, çıxıb gedirlər işlərinə, güclərinə. Ağa, evdəkilər səndən ötürü çox nigaran oldu. Nigaran oldu xəbər. Ağa xitabda, ondan işimiz yoxdur. Kim? Evdəkilər. Evdəkilər insan anlayışı bildirir, cəmdədir. Amma xəbəriniz cəmdədir? Xeyr, xəbərimiz təkdədir. Deməli, qrammatik norma yenə də pozulubdur. Asfalt yol günəşin şəfəqində bərq vururdu. Günəşin şəfəqi, şüası, bu ifadələrə fikir verməyin. Asfalt sözü f ilə yazılmalıydı. Deməli, fonetik norma pozulubdur. Daha sonra yolçu bütün bunları düşünərək kədərləndi. Hər hansı nümunə görmürəm burada problemli. Dağlar, düzlər, meşələr qarla örtülmüşdü. Yenə burada da hər hansı bir ifadəni görmürəm ki, istifadə edim. Məsələn, burada sadalamanı görürsünüz də, dağlar, düzlər, meşələr. Yəni, məsələn, ümumiləşdirici söz olsaydı ki, bütün təbiət, məsələn, bütün təbiət nümunəsi olsaydı, burada bir, nə bilim, treyə ehtiyac olardı. Amma gördüyünüz kimi heç bir şey yoxdur. Ancaq sadalamada o da vergüllərini düzgün qoyublar. Bu dəfəki sualımızda da yenə fonetik, leksik, qrammatik istəyir. Amma yoldaşlar, sualın şərtinə fikir verin. Çünki variantda hamısının əvvəlinə yalnız sözünü artırıblar. Kifayət valideynindən heç nəyi gizlətməzdi. Burada bir problem mən görmədim. Bu arada valideyn sözünün düzgün yazışına diqqət edin. Buradan da sizin üçün yazıram. Aydın olsun. Baxın. Valideyn. İlə yox ha. N. Valideyn. Yaxşı. Burada da bir problem görmürəm. Ona görə mən bunu düz götürəcəm. Nahid o hadisədən sonra çox peşiman olmuşdu. Baxın uşaqlar, dilimizdə pərişan sözü var. Pərişan olar. Amma peşiman olmaz. O necə olmalıdır? Peşman olmalıdır. Deməli, bu fonetik norma pozuntusuna gətirib çıxaracaq. Dostlar yenə də keçmiş günləri yada salırlardı. Yox, salırdılar. Şəkilçilərin düzgün sıralanması, düzgün işlənməsinə hansı norma baxır? Qrammatik norma baxır. Bunu bura yazdım. C. Sonra deyir, hökmdarlıq iddiasına gələn gərək hər şeyi düşünsün. Baxın, hökm. Bayaq nə demişdik? Hökm yenə də olmaz. Bu nədir? Fonetik normadır. Bir baxın, başqa hökmdarlıq iddiasına gələn gərək hər şeyi düşünsün. Yox, amma üzr istəyirəm. Qoy bir səhvimi düzəldim. D-də eyni zamanda nə norması pozulub? Bir diqqətlə baxın, yoldaşlar. Hökmdarlıq iddiasına gələn yox, düşən olmalıdır. Tələsdik. Biz orada əgər sırf fonetik götürsəydik, olardı, birə uyğun olardı. Amma gələn sözündə leksik norma da pozulub baxın. O da ki, olmayacaq. Deməli, D variantında 2 norma pozulduğu üçün heç bir yerə salmadım. A variantında da norma pozuntusu olmadığı üçün yenə qruplaşdırmadım. Şəhərimizdəki şəkil qalereyası çoxlarının nəzərinə səbəb olmuşdu. Çoxlarının diqqətini çəkmişdi. Çoxlarının diqqətinə səbəb olmuşdu. Yəni, nəzərinə səbəb olmuşdu ifadəsi gördüyünüz kimi yerində düz işlənməyibdir. Bu da yalnız leksik normaya daxildir. Bir də qalereya sözünə diqqət edin. Bizim
telefonlarımızda olan şəkil qalereyası ifadəsi də məhz oradan gəlir. Düzgün yazılışa fikir verin, imtahanda düşə bilər. Davam edək. Deyir ki, qrammatik normanın pozulduğu, mübtədası buraxılmış müəyyən şəxsi cümlə hansıdır? Bu, indi bir balaca daha da çətinləşdirilmiş sualdır. Deyir, doymayır, ayrılmayır, bir an Xəzərdən gözlərim. Baxın, doymur, ayrılmır, xəbər. Nə ayrılmır? Gözlərim. Bizə nə deyir? Mübtədası deyir, buraxılmış olsun. Bu mübtəda buraxılıb bəyəm? Yox. Geyib əskər paltarını, silahlandı qəhrəman. Silahlandı kim? Qəhrəman. Mübtəda varmı? Var. Nəyimə lazım? C variantına diqqət edin yoldaşlar. Üzüldüm karvanımdan, əl üzdüm xanimanımdan. Üzüldüm, nədən? Karvanımdan. Əl üzdüm, nədən? Deyək ki, xanimanımdan. Və ya bunu əslində belə də düşünmək olar ki, bu bir yer məzmunu bildirir, yəni məkan məzmunu bildirir ki, lap siz bunu zərflik götürəsiniz, belə də məntiqli ola bilər. Lakin, hər bir halda siz buradan bir mübtəda çıxara bilirsinizmi, yoldaşlar? Mən çıxara bilmirəm. Təbii ki, cavab C-dir. Əl üzdüm, üzüldüm, kim? Mən. Mübtədası buraxılıb birinci şəxsin təkində. Mübtəda buraxılıbmı? Buraxılıb. Müəyyən şəxslidir, mübtədası buraxılıb, qrammatik norma pozulub. Çünki xəbərlər görürsünüz harada gəlib? Əvvəldə gəlib, ikinci dərəcəli üzvlərdə. Gözəl adətlərə rast gəlirsən Azərbaycan bölgələrində. Rast gəlirsən, bax, xəbərin ikinci şəxsin təkindədir. Mübtəda yoxdur, razıyam. Amma bu ümumiyyətlə ümumi şəxsi cümlədir. Bu, ümumi bir fikir daşıyır. Sabahki tədbirə dəvət olunmuşuq. Dəvət olunmuşuq. Nəyə? Haraya? Tədbirə? Hansı tədbirə? Hə, sabahki dedin. İndi fikir ver. Deyirsən ki, bəs biz dəvət olmuşuq birinci şəxsin cəmində. Yaxşı, mübtədası buraxılıb. Müəyyən şəxslidir, amma qrammatik norma pozulmayıb baxın. Qrammatik norma pozulmayıb deyə mən burada bunu da yenə götürmürəm. Bu da yaxşı bir sualdır. Yenə bu jurnaldan götürmüşdüm deyəsən. Deyir, nöqtələrin yerinə hansı ifadə əlavə edilsə, tünd qara hərflərlə yazılmış söz hökmən cəm şəkilçisi ilə işlənməlidir. Baxın, hökmən sözünü veribdir. Məhəlləmizdəki nöqtə bina təcrübəli inşaatçılarının əməyinin məhsuludur. Bax, tünd qara hərflərlə verilmiş söz burada düşməyib yoldaşlar. Mən onu düzəldərəm. Söhbət bina sözündən gedir. Bina sözü hazırda görürsünüz təkdədir. Biz onu cəmdə düşünməliyik. Bunun üçün bizə nə lazımdır? Baxın, bir neçə sözündən sonra gələn mütləq təkdə olmalıdır. Saylardan yola çıxaq, bunu sildim. Bir sıra ilə bir çoxu mütləq götürürəm. Çünki bir sıra və bir çoxdan sonra gələn isim mütləq cəmdə olmalıdır. Onlarla sözü say məzmunu bildirirsə, təbii ki, bu saydısa, əgər say kimi düşünsək, özündən sonra gələn isim təkdə də ola bilər, cəmdə də ola bilər. Heç bir əhəmiyyəti yoxdur. Amma bizə hökmən cəm dediyinə görə mən 7-ni sildim. Çox mərtəbəli və ya yeni və ya təmirli sifətlərini də silirəm. Çünki onlar üçün tək cəm belə bir fərqi yoxdur, belə bir qayda yoxdur ki, mütləq ona tabe olsunlar. Bir detala diqqət yoldaşlar. Bir sıra bir çoxu əzbərləyən şagirdlərin çoxu bəzən bunu unuda bilərlər. Ona görə fikir verin nəyə? Uca sözün görürsünüz. Nədir bu ümumiyyətlə? Bu ümumiyyətlə mürəkkəb sifətdir və eyni sözün təkrarı ilə yaranır. Eyni sözün təkrarı ilə, bax, uca. Eyni sözün təkrarı ilə yaranan mürəkkəb sifətlərdən sonra gələn isim mütləq cəmdə olmalıdır. Məsələn, yaşıl ağaclar, uca binalar, düzdürmü? Hündür binalar, onu da deyə bilərsən, heç bir əhəmiyyəti yoxdur. Yəni, doğru cavab istisnasız 4, 5, 8-dir ki, onlar mütləq nə tələb edir yoldaşlar? Cəm tələb edirlər özündən sonra gələn isimdə. Burada 3 dənə
məsələni bir yerdə istəyir. Fonetik, leksik və qrammatik normaların pozulduğu nümunə. Baxın uşaqlar, çinarlar qurudular, yarpaqları da yerə dağıldı. Əvvəla çinarlar cansız varlıqdır, amma bununla belə cəmdədir. Bu cəmdədir. Qurudular, bu da cəmdədir. Mən nə demişdim? Cansızlar mübtəda cəmdədir, təkdə də olsa qurudu deməlisən. Yəni bu olmamalıydı. Burada qrammatik norma pozuldu. Yarpaq sözü beləmi yazılır, yoxsa q ilə? Burada fonetik norma pozuldu. Yerə dağıldı olmalıdır, yoxsa töküldü? Yarpaqları yerə tökülür. Düzdürmü? Yəni burada da dağıldı sözü səhv işlənib. Dağılmaq daha çox olar su dağılır yerə. Düzdürmü? Dağılır, tökülür. Yarpaqlar xəfifcə gəlir, yerə düşür. Çaydandakı suları boşaltdıq. Sonra dupduru, yox, dupduru. Bulaq suyu ilə yenidən doldurduq. Burada bir fonetik gördüm hələ ki. Deyir, ziyarət etdik Ustad Şəhriyarın kiçik evciyini. Ziyarət etdiyi xəbər əvvəldə gəlib, qrammatik. Evcik onsuz da balacadır, kiçik sözünə ehtiyac yox idi. Buna desək leksik. Yaxşı, fonetik norma pozuntusu görsən, mən də görmürəm. Babək qalası öz əzəmətini qoruyub saxlaya bilmişdi. Nəsə ciddi bir pozuntu mən görmədim. Bir də onlar nəsə diqqətimdən qaçar, onu mənə yazarsınız, şərhdə düzəldərik. Mən çox söyündüm, amma heç nə demədim. Uşaqlar, söyünmək nədir? Bu əslində sevinmək mənasındadır da, düzdürmü? Bəzi bölgələrdə işlədirən bir ifadədir. Onun bizim məsələmizə adiyyatı yoxdur ki, biz onu ədəbi dildə işlədək. Ədəbi dil dialektə yol vermir. Bir də dim test topluda var, məsələn, öymək sözü. Öymək özünü öymək mənasında problem deyil. Biri də var ögünmək. O artıq səhvdir. Ögünməyin məsələyə adiyyatı yoxdur. Ondan onu qarışdırmayasınız. Ədəbi dilin qrammatik norması pozulmuş cümlələri müəyyən edin. Qohumlarımız bizə tez-tez gələrlərdi, yox, gələrdilər olmalıdır. Yenə şəkilçi problemi olar. Yolunuzu sizin bağın yanından salsaq, səninlə mən görüşərəm. Sizin bağ yox, sənin bağ desəydin düz olardı. Sizin bağınız olmalıdır. Inız şəkilçisi, mənsubiyyət yerində düz işlənməyib. Yazın əvvəlində yola çıxmış karvan Şamaxıdan keçəndə ətraf gül çiçəyi içində idi. Adamların hamısı tezliklə qapının açılmasını gözləyirdilər. Bax, gözləyirdilər kim? Adamların hamısı. Bax, görsən üçüncü növdür. Əsas tərəfə baxırsanmı? Təkdədir. Amma buna bax, cəmdədir. Olmaz axı. 3 yekə sandıq otağın yuxarı güşəsində yox, güşəsində qoyulmuşdu. Burada da gördüyünüz kimi fonetik norma var. Dedik problemləri. Hansı nümunədə leksik norma pozulmamışdı? Kababçı doğranmış ətləri şişlərə taxırdı. Olmaz. Şişlərə taxmaq ifadəsi sizcə yerindədirmi? Şişlərə keçirmək daha münasib olar. Yağan qar dənələri və ya nisbətən böyükdürsə, əgər o qar dənələri nə deyirlər? Onu siz şərhlərdə yazın, əgər iridirsə. Qar damcıları düzgün deyil, yağış damcısı da münasib olar. Zəminə xala nəvəsi üçün yorğan tikirdi, yox. Sırmaq feili var dilimizdə, yorğan döşək üçün istifadə olunur. Sırmağın hətta məcazi mənası da var, məsələn, bir malı kiməsə sırmaq. Onun dediklərinin heç biri ağlıma batmadı. Bax, fikir ver. Sən burada nə deyəcəksən? Deyəcəksən ağlına batmaq? Xeyr, heç bir problem yaratmır. Məcazli, ifrazim heç bir problem yaratmır. Günah saçlarını daradı, sırğalarını qulağına taxdı olsa daha münasib olar, aslı yerində deyil. Yenə də norma pozuntusunu biz müəyyən etməliyik. Yalnız fonetik norma pozulan cümlə, yalnız leksik norma pozulan cümlə, yalnız qrammatik norma pozulan cümlə. Nə özü oynamır, nə də Kənana icazə vermirdi. Bu detala diqqət edin. Bir cümlədə 2 inkarlıq məzmunu olmur. Bu qaydaya əsasən bax. Burada m şəkilçisi, m nədir? Mamə inkardır da əslində, düzdürmü? Eyni zamanda nədə inkarlıq bağlayıcısı var. Ya bağlayıcıları sil, denən özü oynamır, icazə vermir. Ya da m inkarları sil, nədəni saxla. İkisindən birini eləməlisən. İkisi də eyni anda olmur, kişi. Doğrudan sözü çox edilən səhv. O necə olmalıdır? Doğrudan, doğrudan.
Deməli, bu doğrudan dünya xeyir və şər üzərində qurulub. Bu arada xeyir sözünə də diqqət edin. Bunun bir belə versiyası var, bir də belə versiyası var. İynən olan xeyir faydadır, müsbət bir şey haqqında. Bu da yox deməkdir. Deyirsən, bugün dərsə gələcəksən, deyirsən xeyir. Yəni, iyisiz versiya. Ona da diqqət edin, o da sizi çaşdıra bilər. Deməli, yoldaşlar, mən qərarımı verdim ki, B-ni qoyum hara? Bax, bura. Heyvan motivlərindən ibarət, burada ornament olmalıydı. Onu da səhv yazıb, bunu düzəldərkən. Deməli, ornament yazmalıydı. Düzgün versiya belədir. Ornament. Burada bu hərfi biraz qarışdırıb, buna fikir verməyin, bu ümumiyyətlə düzəlişə gedəcək. Deməli, ornament olmalıydı, əks olunduğu bir çox xalçalar. Yəni, bu əslində səhv idi. Sadəcə olaraq səhvi də səhv yazıblar da, belə düşünün. Nəysə, bir çoxdan sonra gələn isim nədə olmalıdır? Cəmdə olmalıdır. Burada qrammatik norma pozulub. Burada da söz səhv yazılıb, fonetik. Yalnız başlığı var deyəcəyini heç bir yerə yazmıram. Şəhəri layihələşdirmək təklifi onun üçün gözlənilməz oldu. Baxın, layihə sözü barədə birinci y, sonra h gəlir. Mən abituriyent vaxtı bilirsiniz bunu necə yadda saxlayırdım. Türkiyə türkçəsində bir deyim var, yuh. Deyirək, yuh olsun sənə. Bax, y, u, h. Onu sil, nə qaldı? Y, h. Belə yadda saxla. Mənasız da olsa abituriyent beynidir də. Belə səfeh şeylərə daha yaxşı işləyir. Xalqın seçmə oğulları torpaqlarımız uğrunda vəfat etdilər. Xalqın seçmə oğulları torpaqlarımız uğrunda vəfat etdilər. Burada əvvəla seçmə demək biraz düzgün olmaz. Seçmə, yəni bu o deməkdir ki, insanlar seçilirmi? İgid deyək buna, düzdürmü? Qəhrəman deyək, oğulları torpaqlarımız uğrunda vəfat etdilər. Bax, etdilər yerinə vəfat etmək daha nisbətən sakit ölüm tərzidir. Yəni, xəstə yatağında məsələn vəfat edər. Əgər bir insan müharibə şəraitində deyək ki, ölübsə, o haqqında əsasən biz həlak olmaq və ya bəzi hallarda şəhid olmaq ifadəsini işlədə bilərik. Yəni, burada leksik norma pozuntusunu mən şəxsən 2 yerdə müşahidə etdiyim üçün bunu da bura yazmaq istəyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu da eyni sualın təkrarıdır, fikir verməyin. Deməli, növbəti sualımızda deyir, cümlədəki hansı söz əsasında ədəbi dilin hər 3 normasının pozulduğunu demək olar. Bostandır buğda çəlti, qarabaşaq yetişdirilən yer. Bax, gəlin düzgün versiyanı biz quraq. Normalda belə olmalıdır. Buğda, çəltik, bax, bu səhvdir, artıq bunu müəyyən elədik. Qarabaşaq, yetişdirilən yer, buranı indi yazmıram uzun uzadı. Bostandır. 2 dənə sözdə hərf səhvi tapdım. Bax, görürsünüzmü? Bir burada t olmalıdır. Burada fonetik, burada da fonetik. Qalan sözlərlə, məsələn, 2 ilə, 4 ilə, digərlərindən işim yoxdur. 2 dənə sözüm şübhəlidir. Bir çəltik sözü, bir bostandır. Amma bostandır sözü daha da şübhələr üstünə çəkir. Çünki cümlənin əvvəlində işlənib xəbər olmasına baxmayaraq, normal versiyada görürsünüz ki, axırda işlənir. Xəbər olmasına baxmayaraq biz onun yerini düzgün müəyyən elədik, onu yerinə otuzdurduq və nəticədə qrammatik normanın da pozduğunu tapdım. Amma bir məsələ var, yoldaşlar. Buğda, çəltik, qarabaşaq bostanda mı yetişir? Yoxsa tarlada, zəmilərdə yetişir. Təbii ki, zəmilərə aiddir bu. Onun bostana aidiyyatı yoxdur. Bostanda daha çox belə meyvə tərəvəz daha dəqiq olar. İndi bağım, bostanım da yoxdur. Hardan bilim mən? Amma yenə də lüğətdə yazıb baxa bilərsiniz. Bostanda bu sayılanlar, dənli bitkilər əsasən və ya texniki bitkidə deyirlər bəzi nümunələrdə. Bunlar yetişdirilmir. Bunu biləsiniz. Deməli, həm hərf səhvi var, həm inversiya var, həm də söz yerində səhv işlənib. Sənin buradan nə işin var? Deməli, birinci sözümüz ümumiyyətlə burada ən çox qayda pozuntusu edən sözdür. Üçüncü sözümüzdə isə bir dənə fonetik norma pozulub. Ya Allah. Cavablar hər zaman link formasında da yerləşdirəcəm PDF-də. Sual-cavab 2-də, yəni bu videonun içində tapa bilərsiniz. Daha çoxu üçün də ekranda gördüyünüz əlaqə vasitələri ilə əlaqə saxlayın. Bizi izləyin yoldaşlar.
Ümid edirəm hər kəs üçün faydalı olar. Sağ olun, salamat qalın, bəyənməyi unutmayın.